FOMO və inflyasiya qorxusu psixologiyası. Pul yığmaq çətindir, elə deyilmi? Çünki ətrafımızdakı hər şey bizi xərcləməyə sövq edir. Yeni telefon, bahalı qəhvə, indirim bugün bitir mesajları və s. Bu sadəcə marketinq deyil, bu psixologiyadır. FOMO effekti, yəni əldən vermə qorxusu. Sən nəyisə almasan, sanki geridə qalacaqsan kimi hiss edirsən. Əslində isə bu beynin səni təcili qərar verməyə məcbur etməsidir. Marketinqdə bu üslub istifadə olunur, son 3 ədəd qalıb cümləsi yazılır və sən düşünmədən alırsan. İnflyasiya qorxusu. Son illər bu his daha da güclənib. Pul dəyərini itirir, indi xərcləyim, sonra bahalaşar. Amma bu düşüncə səni maliyyə azadlığından uzaqlaşdırır. Bəli, inflyasiya realdır, amma hər dəfə qorxu ilə xərcləyərək sən öz gələcəyinə zərbə vurursan. Nə etmək lazımdır? Pulun səni idarə etməsinə yox, sənin pulu idarə etməyinə çalış. Qorxuya əsaslanan qərarlar yerinə planlı qərarlar ver. Sənin üçün işləyən büdcə sistemi qur. Avtomatik yığım, xərclərin izlənməsi, aylıq məqsədlər. Yeni düşüncə, xərcləmək azadlıq deyil, seçim imkanı azadlıqdır. Əgər sənin seçimlərin qorxu ilə deyil, planla idarə olunursa, sən artıq maliyyə azadlığına doğru gedirsən. Maliyyə qərarlarının əsasında qorxu yox, şuur dayanmalıdır. Hər maliyyə qərarı sənin gələcəyinə istiqamət verir. Bugündən düzgün istiqamət seç.